Yeni evlənənlərə tövsiyəmdir. Çünki çoxdan evlənənlər əməl eləmədilər buna, çoxsu. Bir çox əməl eləmədilər. 7 ilə qədər uşaq deyir şahdır və uşaq şah olmaqla istədiyini eləməlidir. Sən də dözməlisən ona və bu uşağı da tərbiyə edir, atanı da, ilk ananı da. İlk 7 ildə ata-ana adam olmalıdır. Əslində deyir, adam ol. Adam ol, nədə adam ol? Yəni səbr elə. O uşaq da görür ki, atası səbr eləyir, anası səbr eləyir, onu mənimsəyir, səbr xüsusiyyətini mənimsəyir. Uşaq belə tərbiyə olur. Amma görsə ki, tez özündən çıxır ata-ana, ona zərbə dəyir. Bu tələskən varlığı ailədə 7 il şah qərar verir Allah ki, bu dünyaya təzə gəlib özü də tələskəndir. Siz buna qulluq eləyir. O görəcək ki, məsələn, biz onun nazı ilə oynayırlar. Əlbəttə ki, yenə deyirəm, məsələn, hansısa təhlükələrdən uşağı qorumaq lazımdır. Dolay, yox deməklə, qışqırmaqla yox. Onu səbirlə. Bu səbri səndə görsə, onda artıq hazırlıq yaranır. Onun ruhuna hopur o səbir. Musa əleyhissalam Allah'a dedi ki, istəyirəm daha çox səbirli olan. Allah buyurdu ki, get uşaqla oyna. O boyda Peyğəmbərə deyir. Uşaqla oyna ki, səbir xüsusiyyəti səndə yaransın. Uşağa döz. Əvvəl şirin olur. Bir 10 dəqiqə, 15 dəqiqə sonra dözmək lazımdır onun kaprizlərinə. Çox fövqəladə çətindir. Yəni demək asan. Fövqəladə çətindir və onunla məşğul